Məşhur adam bolğandan görə mühim adam bolğan yaxşı. Çünki mühim adamni Allah Taala və xalq yaxşı gördü. Allah'ın nəzərdə qimməti buludu. Mühim adam yo'qab ketsə izdilidu. Hatta vafat olub ketsə o əslinidu, aqısını dua qılınıdı. Mühim adam aşındaq mühim. Ama məşhur adam künge oxşaş bir parlaydı, onunki uçup qaldı. Şu hayatda mühim adam bolğan yaxşı. Çünki ondaq adamlar ikinci ömrünü yaratıp qap ketken boldu. İkinci ömrü uzun buludu. İmam Şafii deyimiz, İmam Nevevi deyimiz, Ebu Hamidli Gazali deyimiz, ola 50 yaşının yuqurusida yaşamagan. Ama ta qiyametçikdə unutulmaydigan işlerini qılıb qoygan. Bularınki tamamen əksiçə, dünyada şunda bir insanlar var ki, ularning barlıq olan yoxluğunun heç qanday fərqi olmaydı. Yo'qab ketsə izlənməydi o, vafat olub ketsə əslənməydi o. Şu alimlardan biri degan ekan, ba'zi kishilarninki qabrisiga 30 yaşda vafat oldu, 60 yaşda dəfn qilindi deb yozib qo'yish kerak dedi.